70 yaşlı kişvər nənə ailəsinin dolanışığı üçün ev işi görür. Fabrikdən götürdüyü plastin kütləsini qutulara yığır. O, Naxçıvanın Püsyan kəndindəndir. Bir neçə ildir ki, oğlu ilə bircə İstanbula köçüb. Yüzlərcə Püsyanlı ailəsinin məskunlaşdığı İkitelli səmtində, daha dəqiq o səmtin Köyçi məhəlləsində yaşayırlar. Ucuz başa gəlsin deyə 5 mərtəbəli binanın zirzəmisində kirayə ev tutublar. Kişvər nənə deyir ki, yaxınlıqdakı fabrikdən götürdüyü plastinləri qutulara qablaşdırmaqla pul qazanır. Gördüyü işə cüzi məbləğ ödənilsə də, bir məqsədi də başını qarışdırmaqdır. Bu işdə ona balaca nəvələri də kömək edir. Bu ev işidir da. Bilib başımızı tutmuşdur. Götürüb işləyirsiniz. Uşaqlar işləyir, mən də xırda uşaqlar da başını qatır. Bu bir verilə işləyəndə nə qədər pul verirlər? Bizim pulla təxminəndir. Bizim pulla 2 milyondur da biri. Bunun pulu 2 lira. Onun dediyinə görə başqa həmkəndliləri kimi oğlu da İstanbula işsizlik ucbatından köçüb. O da oğlunun ailəsinə qoşulub vətəni tərk etməyə məcbur qalıb. Hər yerin öz gözəlliyi var. Buranın bura gözəlliyi var. Naxçıvan. Nə deyək, bura da pis. Bura pis deyək. Yenə də Kazım Vəysi adamımız məsələ gəlir, dolanır. Naxçıvan da vətəndir. Onlardan da burada hansı adətləri eləyirlər? Püsyan kəndinin adətləri burada yaslı, toydur. Ölür, yasıl verilir, köydə, çatır. Burada da oğlu var, qızı var, baxımlar var. Yerdə çıxmanın çıxmışsa, dadasına yoxdur. İnsan verir, gedir, yox. Yasıl. Toyları nətərdir? Dəvətnamə olur, ya nətərdir? Dəvətnamə var. Kişvər nənə bir şeydən də nigarandır. Deyir, İstanbulda Naxçıvanlı uşaqları orta məktəblərə qəbul eləmirlər. Beləcə, məktəb yaşlı yüzlərcə Püsyanlı uşaq savadsız qalır. Amma o nəvələrinin savadsız böyümələrini istəmir. Burada ailənin, oğlun qalırsınız da bu evdə? Çox. Məktəbə getməyəcəksə, kör olur, nə istəyir? Aşığa yığırsan, öldürməkdən bitər. Hamınız gedəsiniz, ya təksən gedəsən uşaqlara görə? Hamınız götürsünüz. Burada... Gedir, malımız, yedamız var, həyatımız var. Açar, yaşıyor. Cadan da qalan var, heç bir qalır.